Ölkəmizdə son yağışlardan və bunun gətirdiyi nəticələrdən danışmaq istəyirəm. Bütün qonşu ölkələrə də yağıb, Ermənistana da, Dağıstan bölgəsinə də yağıb və Gürcistana da hər yerə yağışlar yağıb və sel suları öz fəsadlarını törədir. Amma bizim ölkədə qeyri-adi formada, bizim ölkədə bizim düşüncəmizdə bir fəlakət törədir. Bütün ölkənin gündəmi ancaq indi yağışa, bu sel sularına qərq olub. Demək olar ki, hamı narazıdır, hamı günahkardır. Şəhər salanlar da, yol çəkənlər də, hətta çirkab suların axıtması ilə məşğul olan adamlar da. Hamı günahkardır, amma heç kəs də günahkar deyil. Yəni bu ölkədə nə varsa hamı günahkardır. Bu təbii fəlakətdir. Fəlakət də deyil, bizim ölkəmiz təbiətin şıltaqlığıdır, sel sularının nəticəsidir. Yəni burada böyük bir fəlakət yoxdur. Əsas insanlar kütləvi şəkildə ölməsinlər. O əsas fəlakət onda olur. Amma belə sel suların axmağı, məsələn, zirzəmilərin dolması, mağazalara məsələn ziyan vurmağı, bu mala mülkə gələn ziyandır. Bəli. Bu mala gəlməlidə ziyan. Bəs neynəsin? Allah Taala bizdən başqa bütün təbiət bu yağışlara çoxdan da bəlkə də möhtacıdır. Külək yığıb bütün o insanların törətdiyi bu çirk kabları, plastik kabları, klonka materiallarını hamısını yığıb çuxurları doldurmuşdu. İndi sel gəldi, hamısını qaldırır, yığdı, apardı. İndi hara məsləhətdir, ora tökülür və yaxud insanların bir lazım olan yerlərinə doldurur. İnsanlar məcbur olur oranı təmizləmək. Bax bu təbii yolla təmizləmə. Təbiət Allah Taala bax təmizliyi də bax bəzən insanların bacarmadığı işi bax sel suları ilə və yaxud külək vasitəsilə təmizləyir. Bunu normal qarşılamaq lazım. Bu təkcə bizim başımıza gələn hadisə deyil. Əsas insanlara bir nəsə olmasın, ciddi bir nəsə olmasın. Amma mala, mülkə gələn maşınları su basır, evləri, bəzi mənim özümü də bax, özüm də əziyyət çəkirəm bundan. Su nasosu tapa bilmirik. İndi su nasosu məlum olur ki, 1-ə 5 qiymətə qalxıb. Yəni görür onlara da bax, görürsən bizim bu fəlakətin deyək də, onun nəticəsində bu nasos satanlar da nədir bu elektrik cihazları satanlar da qiymətin 1-ə 5 qaldırıblar. Görünür onlarına bax qazancı buradadır. Bax bizim belə bu ağır günümüzdə onların bax xeyir işi olur. Yəni bu görür bizə də ziyan olsa onlara xeyri var. Mən özüm də aldım, bəli, nə edeyim, xoşum gəlməsə də indi nə edeyim, hər yer bahalaşıb, mən də getdim aldım, nasos aldım. Mən də bax tam izləmə işinəm. Amma bunu da normal qarşılamaq lazımdır. Bu da normal bir haldır. İnsanlar yağışa da düşməlidir, selə də, yağmura da, ətraf qonşulara baxın, İrana baxın, nə bilim Suriyaya baxın, hətta Ukraynaya, Rusiyaya baxın. Şükür eləməyə əsas var, yoxsa yox. Hətta İsraili görsün nə gündədir. Biz şükür eləməyi öyrənməliyik də biz. Allah bizə necə göstərir ki, şükür elə, şükür elə. Biz hamımız ibadətlə məşğul olmaq yox, şükür eləmək, yaratdığına bax. Hətta sel sular görsən, təbiəti yuydu, təmizlədi, gözəl.